Fiqurun tam sətin sayəsini tapın. Burada iki üsul tətbiq edə bilərik. Birincisi, hər iki fiqurun tam sətin sayəsini tapıb, buradan kiçik fiqurun, deməli, böyük fiqura söykəndiyi hissəsinin sahəsi, yəni o da 3-ün, deməli, bu hissəsi 3-dür, hündürlüyü də 2 olacaq. 3-ün 2-yə olan çıxmaq lazım olacaq, 2 qatını. Və ya S bərabərdə ayrı-ayrı üzləri tək-tək hesablaya bilərik. Bu bir üzdür, onun ona və o üzdən 2 dənədir. 2 vurulsun, 10 vurun, üstə gəlinsin. Yuxarı üzdən bu hissəsi 3-dür, bu hissəsi 10-dur. 3 vurulsun 10, vurulsun 2, çünki o üzdən də 2 dənədir, 6 üstə gəlinsin. Deməli, digər yan tərəfdəki üz 10-un 3-ədir, 10 vurulsun 3, üstə gəlinsin. Bu qarşı tərəfdəki bu hissə isə, deməli, hündürlüyü 2-dir, ümumilikdə isə 10 idi. Deməli, burası 8-dir, burada 3-dür. 8 vurulsun, 3 üstə gəlinsin. Digər tərəflərə baxaq. Deməli, böyük fiqurun bütün üzlərini yazdıq. Kiçik fiqura baxaq. Bir üzü 4-ün 2-yədir və həmin üzdən 2 dənədir. Üstə gəlinsin, burada və arxada. 3-ün 2-yə üstə gəlinsin. Bu hissə isə, deməli, 4-ün, deməli, buradan bura 4-dür və birisi də 3-dür. 4-ün 3-ədir. 4 vurulsun 3, ondan da 2 dənədir. Məsələn, bütün üzləri yazdıq. Bərabərdir. Hesablayaq. 200 üstə gəlinsin. 60 üstə gəlinsin. 30 üstə gəlinsin. 24. Üstə gəl 16. Üstə gəl 6. Üstə gəl 12-nin 2, 24. Bərabərdir. Deməli, 200-lə 16 ilə 24 eləyir 40. 240 üstünə 60. 300. 300-ün də üstünə 6 ilə 24 eləyir 30. Üstünə də 30. 360. Ümumi sahə olacaq 360.